Bundan da biletimi vermişim. Ondan sonra bileti verenden sonra borç yani götürmemişim. İnşallah ki Hüseyin beni ahara koyan Hüseyin'im, Hüseyin'im. Ey beni ahara koyan Hüseyin'im, Hüseyin'im. Gelmişem imdada oyan Hüseyin'im, Hüseyin'im. Gelmişem imdada oyan Hüseyin'im, Hüseyin'im. Ey beni ahare koyan Hüseyin'im var yok deme. Ey beni ahare koyan Hüseyin'im, Hüseyin'im. Ey beni ahara koyan Hüseyin'im, Hüseyin'im. Gelmişem imdada oyan. Ya Allah, bir daha selamun aleyküm. Kerbela sahip, biz bugün hardayız? Mir Sultan Ağa'nın ziyaretgahındayız. Mir Sultan Ağa'nın ziyaretgahındayız. İnşallah elə sizlərin adınızdan da dua eləyirik. Allah nə hacətlərimiz, dualarımız varsa Ağaya xatir, 124 min Peyğəmbərə, 12 imama, 14 məsuma xatir hacətlərimizi, dualarımızı qəbul eləsin inşallah. Növbəti ziyarətimiz olacaq Cəlilabad İçqəbir ziyarəti. Sana gelsin ay kardeşin elden verenler, ay kardeş yüzüne sıran kananlar. Koysaydı gaza koymaz idim gem sana gelsin. Bu dermansız olan gem gönül düşmene gelsin. Ağa her dertli gemim var beraber. Bu milleti kafir Müslüman tapılmaz. Bir de sanırlar beni derman tapılmaz. Alamine gel ya ben fazla yarar başı koydu dizlerin üstünden. Ağa bir yorgun anda ağladı dedi, ey yiğit lütfen edin başım yaldın dizime. Sen verme bir baştan ötürü biraz zahmet özüme kardeş. Kardeşimin beni başım kurban ola sen gözüme. Sen beni defnediyende sen bu sözü söyle ağam. Yazmasınlar ki yâre değmişti zarahetten ölüp. Köprünün taşına yazsınlar bu hecanetten ölüp. Köprünün taşına yazsınlar bu hecanetten ölüp. Caneme benfez sana canimiz feda, caneme benfez
canimiz feda. Ay Əbəl Həsən adını eşidib ziyaretine gedə bilməyənlər bir dənə sağır Əbəl Həsri qoy bu imamı yetişsinə ağa özü nəzər eləsin sənə. Canım Əbəl Həs, sənə canimiz feda. Allah ona bir dənə ad verib, Babər havayı, Hacətlər qapısı. İstə məndən səni əli boş qaytarmaram. Canım Əbəl Həs, sənə canimiz feda. Medali vurmuşam, anam deyip bana Hüseyin, Hüseyin deyip dil atmışam. Benden almışam, gavrak şöyle giymeyi, ağam senden almışam. O hanım Zeynep Kerbela'da ne zülale kaldı. Ay kardeşleri gören bacıram, hanım Zeynep yapanı doldu Kerbela'ya. Kardeşleri oyan bir anilerde gül yanlar. Ağanın başı bedenden yok din, dizlerin atlı yerem bacıdı da. Dizlerin atlı yerem sen bir günün içinde kola kozaran bacı olay kardeşim. Sen o yine de canıpın en akıbı lay lay oğlum dene. Canıpın Kuryan dudağımı, kuryan dudağımı lay lay oğlum. Kuryan dudağımı lay lay oğlum. Oğlanam ey boğazım, sen kebilmem bu nazım. Vay sana güldü imam, bana meyit namazım. Anamın doldu gözü lay lay oğlum. Kabrimin gazdı özü lay lay oğlum. Bana vay oldu sözü lay lay oğlum. Atımın doldu gözü lay lay oğlum. Kabrimin gazdı özü lay lay oğlum. Bana vay oldu sözü lay lay oğlum. Gelipim eyadımı lay. Utanma gelipim eyadımı. Kuryan dudağımı, kuryan dudağımı. Bəli, əziz dostlar, Cəllabad üç qəbir ziyarətindəyik. Allah layiq olan hər kəsə nəsib eləsin. Allah Hacı sahib qardaşımızın da nə hacət duaları var, qəbul eləsin inşallah. Sizlər üçün də dualar elədik. Elə buradan fürsət düşmüşkən bir qardaşımız var, adı Zaurdur. Onun da müşkülləri var. Qardaşımızın adından da dualar edirik. Allah Taala nə hacət duası varsa öz dərgahında dərəcəyə qəbul yetirsin inşallah. Bundan sonraki ziyarətimiz hansıdır qardaş? Bundan sonra Seyid Sadiq Ağa masalı ziyarət. İnşallah oradan da çəkilişlərimiz olacaq. Allah bir daha qeyd edirəm, layiq olan hər kəsə nəsib eləsin. İlahi amin. Oyan Ey Hüseyin eyleni, ey məni Hüseyin'im denem. Nin Hüseyin'i denem, ey məni
Hüseyin'im gelmişem imdada oya. Hüseyin'im gelmişem imdada oya. Hüseyin'im çerdi kara oldu kater. Hüseyin'e, Hüseyin'e ağlaram ellerde ölen. Hüseyin'e, Hüseyin'e ağlaram ellerde ölen. Hüseyin'e, Hüseyin'e canı alıp suzu gömüp feragim, feragim nar-ı ateşten kuruyup dudağım, dudağım sakla bizi ehli edeb konağım, konağım oldu su içmek kadağım. Hüseyin'e, Hüseyin'e oldu su içmek kadağım. Hüseyin'e, Hüseyin'e ey beni avare koyan. Ey beni avare koyan. Gelmişem, gelmişem benim gelmişem imdada. Beynim düştü Hüseyin Hakk'a göre belaya, belaya. Bəli, əziz yollar, ziyaretimizin sonuna gəldi, çatdıq. Əziz Urfa Travel izləyiciləri, son ziyaretimiz Masalla Seyid Sadıq ağaydı. Allah kiminlə hacət duası varsa qəbul eləsin inşallah. Və bir daha qeyd edirəm ki, bizdə ərbəyin ziyarəti mövcuddur, son yerlərdir. Buyuruq tələsin. Sənət qəbulu hələ ki davam edir. Qiymət artıbdır, $750. Yəni təyyarə biletin qalxmasına əlaqədar olaraq biz də qiymətləri qaldırdıq. Yəni $800-850 qədər qalacaq. Yəni indidən yerlərinizi buyurun elətdirin, buyurun sənədlərinizi gətirin. Ünvanımız İnşaatçılar metrosu Ağzı Şəhər Sarayının arxası. Qeyd olunan nömrələrlə əlaqə saxlayın, buyurun, ofisə yaxınlaşın, sənədlərinizi gətirin. Sağ olun, salamat qalın, Allah'a emanet olun. Masalda Seyid Sadıq ağanın ziyarətgahında şəhidlərimizdir. Allah ruhlarını şad eləsin. Allah rəhmət eləsin. Allah valideynlərini səbir versin inşallah. Allah ruhlarını şad eləsin inşallah. Seyid Sadıq ağa ziyarətgahı. Allah kimlərin mühacət duası varsa qəbul etsin inşallah. Şəhər qaranlıq olduğu için görsənmir. Allah qəbul eləsin. Muhammedin vali Muhammed Bismillahirrahmanirrahim. Ya Rahman Ya Rahim. Ya Baba Havayız gel üstüne gelsin.
Bəli, əziz zəvvarlar, artıq Seyid Sadiq Ağa ziyarətgahındayıq, Masallıda. Allah hər kəsin ziyarətini qəbul eləsin. Allah amin. layiq olan hər kəsə nəsib eləsin inşallah. Amin. Kimin nə hacət duası var, elə bu videoya baxaraq ağana təvəssül eləyərək, bir dəqiqə ağanı da göstərək, günbəzini baxın. Ağanı təvəssül eləyərək buyurub hacətlərini, dualarını edə bilərlər, hacətlərini istəyə bilərlər. Allah Quran-ı Kərimdə buyurur ki, bəndələrimə deyir, ya Muhammed məndən öz aralarında vasitə tutsunlar. Biz də ağaları vasitə tuturuq. Öz müşkillərimizi dərd edirik ki, Allah Teala bizim müşkillərimizi asanlaşdırsın inşallah. Bir daha qeyd edirik, bizim Ərbənin ziyarətimiz də var. Buyurub müraciət edə bilərsiniz. Kərbəlayı sahibə də müraciət edə bilərsiniz. Mənə də müraciət edə bilərsiniz. Fərqi yoxdur. İnşallah ki, Allah layiq olan hər kəsə nəsib edər o gözəl ziyarəti. İnşallah, amin. İndi Kərbəlayı bu ziyarətlər nə təəssüratlar yaratdı səndə, necə hisslər yaratdı səndə? Bu ziyarətlərə biz söz gəldik. Ümumiyyətlə ağır ocaqlardır. İnsanlara arzularını, niyyətlərini çatdıran ocaqlardır. Allah hamıya qismət eləsin, hamı gəlsin inşallah, ziyarətlər eləsin. Allah hamının niyyətlərini versin. Allah hamının arzularını çatdırsın inşallah. Gözəl ziyarətlərdir. Allah hamıya nəsib eləsin inşallah. Amin inşallah. Amin. Sağ olun, var olun, Allah'a əmanət olun. Ziyarət yollarında görüşənədək. Salamat qalın.